Hörmətli həmkarlar, dünənləri izah elədim 2026 MİQ suallarını. Bəzi suallar qalmışdı. Onları da bugün baxaq inşallah sizlə birlikdə. Deyir, etanoldan etilen hansı reaksiya nəticəsində alına bilər? Adi məsələ ki, dehidratlaşmadır. Reaksiya 140 dərəcədən yuxarı temperaturda qatı sulfat turşusu katalizator iştirakında həyata keçirilir və etanoldan su çıxır, etilen əldə olunur. Reaksiyanı yadımıza salaq. C2H5OH su ayrılır və etilen əmələ gəlir. Temperatur böyükdür 140 dərəcə. Qatı sulfat turşusu iştirakında reaksiya həyata keçirilir. Bu aydın məsələdir. Şifahi sual idi. 31-ə baxaq. Su, maye aqreqat haldan hidrogen, oksigen qazlarına ayrılıb reaksiyadan udulan istiliyi göstəriblər. Nəsə, reaksiyaları veriblər. Deyir, metan əmələ gəlmə istintaqı. Bunu necə taparıq? Ən rahat yol nədir? Hess qanunu tətbiq etməklə. Belə ki, Hess qanununa görə sonuncu reaksiyanın istilik effekti, yəni 890 bərabər olacaq. Sağda duran mürəkkəb maddələrin əmələ gəlmə istiliyi çıxılsın solda duran mürəkkəb maddələrin əmələ gəlmə istiliyi. Sağda duran maddəmiz karbon qazda əmələ gəlmə istiliyi 390-dır. Niyə? Çünki karbon qazı 1 moldur. 1 mol mürəkkəb maddə bəsit maddələrdən yaranıb və bu zaman biz reaksiyanın istilik effekti 390-ı karbon qazının əmsalı 1-ə bölməklə karbon qazının əmələ gəlmə istiliyini hesablaya bilərik. O zaman buradan karbon qazının əmələ gəlmə istiliyinin 390 olduğunu hesablayırıq. Sonra gəlməliyik bunun üzərinə suyun əmələ gəlmə istiliyini. Burada suyun əmsalı 2 olmalıdır. Onu da qeyd edək. Biz burada nəyə baxırıq? Suyun əmələ gəlmə istiliyini belə deyək də tapıb daha sonra 2-yə vurmalıyıq. Ona görə də birbaşa ilə müsbət 572 götürə bilərik. Niyə görə müsbət 572 götürəcək? Baxın, bu reaksiyanın yazıblar və istilik udulub mənfi 572 kilojol istilik udulub. Mən bunun tərsini yazsam, yazaram bunu 2 hidrogen, üstə gəl 1 oksigen, əmələ gəldi 2H2O, mənfi 572 olacaq müsbət 572. Mən buradan suyun əmələ gəlməsini tapsam 572-ni 2-yə bölməliyəm. Hardasa 286 eləyəcək, səhv eləmirəmsə. Sonra təzədən 286-nı 2-yə vurmalıyam ki, burada axı bilirsiniz, Hess qanununa görə reaksiyanın istilik effekti tapılanda sağda duran mürəkkəb maddələrin əmələ gəlmə istiliyi əmsala vurulur, çıxılır solda duran mürəkkəb maddələrin əmələ gəlmə istiliyi. Bu zaman da biz deməli nə edirik? Suyun əmələ gəlmə istiliyini tapandan sonra təzədən 2-yə vurmalıyıq. Zaten 572 alacağıq. Ona görə də ehtiyac yoxdur. Yenə deyirəm, bax burada əslində 572-ni 2-yə bölüb suyun əmələ gəlmə istiliyini 286 tapırıq. Sonra gətirib bu düsturda yerinə qoyanda aşağıda 890 bərabərdir 390 üstəgəl 2 vurulsun 286 yazırıq. O da elə 572 olduğuna görə birbaşa ilə 572 yazmaq bir problem deyil. Sağı tapdıq, çıxırıq solu. Solda oksigen bəsit maddə olduğuna görə əmələ gəlmə istiliyi 0 qəbul olunur, amma metan mürəkkəb maddədə əmələ gəlmə istiliyini bilmirəm, bir x-dan işarə edirəm. Buradan x-i tapanda x bərabərliyin soluna keçəndə olur müsbət x. 390-dan 572-ni toplayıb, buradan da 890 çıxmaq məncə kifayət eləyəcək. Hesablayaq. Deməli 390-ın üzərinə 572 gələrəm. 572. Aldığım rəqəmdən də çıxaram 890 elər 72. O zaman x-imiz bərabər olacaq 72. Yəni metan əmələ gəlmə istiliyi 72-yə bərabərdir. Bir də dünənləri izah elədiyim məsələlərdən birində hardasa hansısa bir məsələdə orada elə bir hesablayanda 120 ilə 160-ı toplayıb 280 deməkdən çaşıb 180 demişəm, amma cavabı doğru almışıq. Orada müəllimlər yazıblar, irad bildirirlər ki, 180 necə aldınız? İndi olub da mexaniki olaraq 280 beynimdə düşünüb oraya 180 yazmışam, amma nəticə doğrudur da, yəni sonda 0,4 almışıq. Olur insanlıqda, yəni belə mexaniki problemlər ola bilər. Beynimdə 280 düşünüb orada 180 yazmışam. Neyse, burada da doğru cavabı 72 tapdıq. Keçirik 32 nömrəli tapşırığa. Deyir ki, hansı maddədən nitrat turşusu almaq olar? Amonyak oksigenlə reaksiya daxil olub. Burada indi oxun üzərində heç nə yazmayıblar. Yəqin oksidləşmə reaksiyasıdır. Katalizator olsaydı, daha doğrusu oksigenin yanma reaksiyası, daha doğrusu katalizator olsaydı katalitik oksidləşmə. Oxun üzərində kat yazardılar. Kat yazmayıblarsa, yəqin ki, burada oksigende yanma nəzərdə tutublar. Çox güman ki, hərəkə ilə düşünürəm. Onda buna azot deyək, buna oksigen, azot deyək, birinə də su deyək. Azot və su əmələ gələcək. Sonra su oksigenlə getmədiyinə görə çox güman ki, x azot nəzərdə tutublar. Yenə deyirəm, amonyak 2 cür oksigenlə gedə bilər. Biri katalitik oksidləşmə, orada azot alınmır. Amma oksigende yananda azotla su əmələ gələ bilər. Onda x-imiz su zaten oksigenlə getmədiyinə görə x azot desək, azot oksigenlə gedib Z maddəsi, yəni NO yaradacaq. O zaman Z də deyir natrium OH-la gedibdir. Aha, onda bəlkə azot deyilmiş bu. Onda yəqin katalitik oksidləşmədən. Yaxşı, onda katalitik oksidləşmə kimi baxaq. Çünki yenə deyirəm, mən bilmirəm, burada yəqin katalizator yazıb onda. Yaxşı, onda gəlin baxaq. Çünki elə olsa reaksiya getmir, NO natrium OH-dan getməz. Yaxşı, onda katalizator olsa NO olar, bir də H2 olar. H2 təzədən oksigenlə getmir, onda x-imizə NO düşünək. NO oksigenlə gedəndə onda NO2 alınır. NO2 də natrium OH-dan getsə, bəli, oradan alınar, deməli 3 cürə maddə yaranacaq. 2 cürə duz yaranır, natrium nitrat duzu yarana bilər, natrium nitrit duzu yarana bilər, bir də H2O yarana bilər. Sonra da deyir ki, T parçalarında kanın əmələ gətirir. Onda belə çıxır ki, T'miz natrium nitratdır ki,
T'miz natrium NO3'dür ki, natrium NO3 bilirsiniz ki parçalananda kanı, yəni natrium nitridi və oksigeni yarada bilər. Onda mən T'yə natrium nitrat deyim, K'ya natrium nitrit deyim, Y-ə də su deyim. Hansı maddələrdən deyir HNO3 almaq olar? HNO3'ü nədən ala bilərik? Təbii ki, HNO3'ü deməli biz nələr tapdıq mənbələrdən təzədən baxaq. X-a dedik NO, kənardan yazaq. Y-ə dedik su. T'yə dedik natrium nitrat, K'ya da dedik natrium nitrit. Nə qaldı ortada? Z-imiz qaldı. Z-imiz də NO2-dir. İndi NO2 ilə sudan biz HNO3 ala bilərik də. Onda Z-də də NO2 demişəmsə, Z NO2-dirsə, Y-imiz də sudursa, Y-lə Z-dən, yəni NO2 ilə sudan HNO3 ala bilərik. Onda cavabı Y-lə Z qəbul eləyərik. Yenə deyirəm, mənə burada suallar belə göndərilib. Oxun üzərində yazmadığına görə müəllimlər üzrlə hesab bilmədim. Bəlkə də oksigəndə yanma dedim. Amma oksigəndə yanma ilə alınmadığına görə katalitik oksidləşmə versiyasına baxdıq. Növbəti suala baxaq. Deyir ki, qarışqa turşusu və sirkə turşusu qarışığı 122 qramdır. Gümüş güzgü reaksiyasına daxil oldu. 4 mol çöküntü əmələ gəlir. Adi məsələdir ki, qarışqa turşusu gümüş güzgü reaksiyasına daxil ola bilər və 1 mol qarışqa turşusundan 2 mol argentum çöküntüsü yaranır. İstəyirsiniz gəlir reaksiyanı yazıb yadımıza salaq. Bunun üzərinə argentum 2 gəlsə, əslində burada elə bir 2 mol argentum çökür qabın dibinə. Buradan da bu oksigen gəlir birləşir bura. Bu H2CO2-dir burada. Gəlib oksigenlə birləşdəndə olur H2CO3. H2CO3 də davamsız olduğuna görə parçalanır, karbon qazı və su əmələ gətirir. Yəni istənilən təqdirdə 1 mol turşu 2 mol argentum çöküntüsü verir. 1 mol turşu 2 mol argentum çöküntüsü verirsə 4 mol çöküntüdə 2 mol turşudan yaranacaq. Deməli 2 mol əlimdə qarışqa turşusu olubdu. 2 mol qarışqa turşusunun kütləsi gəlin görək nə qədər olub. Bir dənə hesablayaq. Qarışqa turşusu 32, 12, 2. Hardasa 46-dır emeri. 2 molun da kütləsi təbii ki verəcək 92 qram. Onda ümumi kütləmiz 122-dirsə, 122-nin 92-si qarışqa turşusu oldusa, deməli yerdə qalan 30 qram da sirkə turşusu olacaq. Sirkə turşusunun kütləsinin 30 qram olduğunu müəyyənləşdirmiş olduq. Sonra deyir ki, hansı maddelərdə açıq quruluşda hidrogenləşmə, hidrogenləşəndə asimetrik karbon sayı artır. Ha, bu yaxşı sualdır. Buna dəfələrlə baxmışıq. Deməli, müəllimlər bunu necə yazırıq? Glikoza, fruktoza, riboza, dezoksiriboza. Sonra telefon nömrəsi kimi yadında saxlayırıq. Açıq zəncir, qapalı zəncir. Açıq zəncirdə glikozaya 45, fruktozaya 34, ribozaya 34, dezoksiribozaya açığa qapalıya 2 yazırıq. Yəni glikozanın açığı 4, qapalısı 5, fruktozaya açığı 3, qapalıya 4 və s. asimetriklər mövcuddur. Hidrogenləşən zaman glikoza sorbit spiritinə çevrilir və sorbit spiritində asimetrik karbon sayı dəyişmir. 4-də 4 olaraq qalır. Bax, sorbit spiritində 4 asimetrik karbon var. Fruktoza da sorbit spiritinə çevrilir. Orada 4 asimetrik karbon var və fruktozanın açıq quruluşunda 3 var. Nəyə görə açıqla müqayisə edilir? Çünki bunlar açıq zəncirlə reaksiya girir də. Qapalı zəncirdə reaksiyaya baxmırıq axı biz. Açıq zəncirdə aldehid qrupu keton qrupu olduğuna görə hidrogenləşə bilirlər də. Ona görə də hidrogenləşən zaman fruktozada 3-dən 1 varit artır, sorbit spiritdən çevrilir, 4 asimetrik olur. Deməli fruktozada artdı. Ribozada 3-dən 2-yə keçid eləyir. 1 varit azalır. Çünki ribozada 3-dür, ribis spiritində 2-dir. Hətta bunun haqqında dərsdə ətraflı danışmışıq. Ribis spiritindəki ortadakı karbonun kənarı sağı və solu eyni olur hidrogenləşən zaman. Ona görə o da asimetriya itir. Ribozada 2-dir. Dezoksiribozada isə olduğu kimi qalır. Dezoksiribis spirit əmələ gəlir. Orada da 2 asimetrik karbon var. Dəyişmir. Dəyişən ancaq fruktoza yalnız 2 götürəcəkdik. Oksidləşən zaman nə baş verir? Oksidləşən zaman heç birinin asimetrik karbon sayı dəyişmir. Glukozada qlikon turşusu yaranır. 4-də 4 olaraq qalır. Fruktoza ümumiyyətlə oksidləşə bilmir. Çünki keton qrupu var. Söhbət belə deyək də miski hidroksidlə mavi, sarı, qırmızı rəng çöküntülü və ya ki aldehid qrupuna görə argentin 2 ilə gümüş güzgü reaksiyasından gedir. Riboza ribon turşusuna çevrilir. Orada da asimetriya 3-də 3 olaraq qalır. Dezoksiribon turşusunda da həmçinin asimetrik karbon sayı necə ki dezoksiribozada 2-dir. Dezoksiribon turşusunda da 2-dir. Ona görə də orada dəyişiklik müşahidə olunmur. Buna da baxdıq. Sonra görək yenə nəsə məsələlər olmalı idi. Bir dəqiqə mənlərə baxaq. Bu nədir? Deyir ki, siklopropan haqqında hansı fikirlər yanlışdır? Burada deyəsən bunu götürüblər. Yanlış fikir. Bütün karbon bunu yoxsa SPH yox. Bu yanlış deyil axı. Bütün karbonlar SPH vəziyyətdə. Bu doğrudur. Nəsə yəqin burada variantlar müəllimin yadından çıxıb yaza bilməyib də. Bütün karbonlar zaten SPH-də burada. Yəni səhv cavab deyil, doğru cavabdır bu əslində. Yəqin yanlışların içərisində nəsə var imiş, mən bilmirəm. 36 deyir ki, hansı reaksiyalardan 2 müxtəlif duz alına bilər? Ferrum CO4 qarışıq oksiddir. Ferrum ilə ferrum CO3-ün qarışığıdır. H-xlorla reaksiya daxil olanda oksidləşmə hidroksiz reaksiyası baş vermir, amma 2 cürə məhsul yaranır. Ferrum xlor 2, ferrum xlor 3 və H2O maddəsi yaranacaq. Bunu götürə bilərik. Bir doğrudur. NO2 kalium OH-la reaksiya girəndə kalium nitrat duzu yaradır. Kalium nitrit duzu yaradır. Bir də su yaradır. Burada da 2 cürə duz yarandı. Xlor natrium OH-la reaksiya girəndə adi şəraitdə natri xlor O
və su alınır. Amma qızdırma şəraitində natri xlor O3 və su əmələ gəlir. İstənilən təqdirdə 3 cürə, daha doğrusu 2 cürə duz əmələ gəldi. Hələ ki 1-2-3 doğrudur. Kalium xlor O3 H xlorla reaksiya girəndə burada xlorun laboratoriyada alınma reaksiyasıdır. Kalium xlor və su əmələ gəlir, bir cürə duz yarandı. Silisium natrium OH-ın suda məhlulla reaksiya girəndə natrium silikat əmələ gəlir. Natrium 2 silisium O3 və hidrogen qazı ayrılır. Buradan da bir cürə duz yarandı. İstənilən təqdirdə 3 dənə versiya 2 cürə duzun əmələ gəldiyini işarə eləyir. Birinci, ikinci və üçüncü cavabları doğru cavab kimi qəbul edə bilərik. Bu qədər. Məncə suallar bunlardan ibarət idi. Əgər yadınızda fərqli suallar düşürsə, gəlsə yadınızda başqa fərqli suallar deyərsiniz. Mən yerdə qalan digər sualların hamısını zaten YouTube kanalımda izah eləmişəm. Elə 40-a yaxın sual demək olar ki, izah etmişəm. İnşallah ki, sizlər üçün faydalı oldu, uğur olsun, hamınız üçün xeyirli olsun. Bir də vurğulamaq istəyirəm ki, sentyabr ayından mən yeni qruplarla inşallah MEX sertifikasiya hazırlığına başlayacağım. Kimlər istəsə müraciət edə bilərlər. Bu həftə sonundan başlayaraq qrup yaradacağım. Hələ ki, qrupda ödənişsiz olacaq. Mütəmadi olaraq özümə məxsus olan suallar paylaşacağım, izahlar paylaşacağım. Amma sentyabrdan ödənişli şəkildə, ödənişimiz də çox az məbləğdir. İnşallah ki, dərslərə başlayacağıq.